Herkese salamlar. Bugün sizlerlə BC'də alış üzrə əməliyyat aparacağıq. Gəlin başlayaq. Alış üçün mallarımızın daxil edilməsi üçün mütləq şəkildə burada olan alış hissəsinə daxil oluruq və yaxud da ki, yuxarıdakı alış hissəsindən daxil olaraq əməliyyat apara bilərik. Burada malların və xidmətlərin mədaxili. Bildiyimiz kimi mədaxil, yəni daxil olmasıdır. Buradan da seçə bilərik və alış hissəsinə burada gəlib, burada mallar və xidmətlər mədaxilinə daxil olmaq lazımdır. Sadəcə olaraq biz indi alış etməmişdən öncə, gəlin ilk öncə bildiyimiz kimi əvvəlki dərsimizdə nizamnamə kapitalı quruluş etdik, bank hesabımıza, kassamıza. İndi gəlin onları əvvəlcə baxaq, görək bizim nə qədər bankımızda və yaxud da kassamızda pul var ki, ona uyğun da alış edək. Bunun üçün nə edirik? Hesablar daxil olur, yuxarıda yazılan. Burada dövrəyə saldo cədvəlinə daxil olaraq hesabları formalaşdırmasını seçirik və burada artıq bizim bütün əməliyyatlar görünür. Bizə indi pul əməliyyatı lazım olduğuna görə biz 200 olan hissəyə baxırıq. Yəni 221-dən 223-ə. İndi baxaq görək biz nə qədər pul qoymuşuq. Deməli 223-də 35 minimiz var və 221-imizdə, yəni kassamızda 5 minimiz var. Yəni buna mütləq şəkildə diqqət etmək lazımdır. Çünki ola bilər ki, siz baha qiymətə alarsınız və məsəl üçün nağd ödəyərsiniz kassadan və bu zamanı 5 min sizin balansda varsa, ondan daha çoxdursa, o zamanı sizdə bu son dövriyədə qalıq göstərəcək, yəni borc kimi yazılacaq və düzgün əməliyyat olmayacaq. Ona görə də bu kimi nüanslara diqqət etmək lazımdır. Deməli, biz indi daha çox 223-dən əməliyyat aparaq. Çünki bizim burada daha çoxdur. Kassamızda isə müəyyən dərəcədə əməliyyatımız az aparaq ki, 5000-dir. Nəysə, bu dövriyyəni baxdıqdan sonra qayıdırıq yenidən alış hissəsinə və mallarımızı almaq çalışacağıq. Bildiyimiz kimi malların alınmasında əsas 3 faktor var. Birincisi bank və yaxud da kassada pul olmalıdır. İkincisi kontragenləri yaratmalısan. Üçüncü ən əsası nomenklatura yaradılmalıdır. Və bank ambarlarda mütləq şəkildə biz əvvəl yaratmışıq. Deməli, bizim əsas bu faktorlara önəm vermək lazımdır. Və buna görə də biz alış hissəsinə girəndə görürük ki, məlumat kitabçasında bu əsas 3 funksiya vardır ki, bu da elə-belə qoyulmamışdır. Yəni, bu alış üçün vacib olan amillərdir. Biz əvvəlcədən yaratdığımıza görə bugün sadəcə və sadəcə alış edəcəyik və alış hissəsinə daxil olduqdan sonra mallar və xidmətlərin mədaxili hissəsinə klikləyirik və görürük ki, biz təsisçi tərəfindən avadanlıq almışıq, amma bugün isə biz sizlə mal alacağıq. Yəni, bildiyimiz kimi birinci səfər nomenklatura və kontragenimiz oldu ki, Samsungdan biz bugün kompüter alacağıq və onun alışını edəcəyik. Bunun üçün daxil olandan sonra əlavə et düyməsinə sıxırıq və bizdə belə mini pəncərə açılır və bizdə sual verir ki, nə almaq istəyirsən və burada biz gördüyümüz kimi satın alma komissiya, emal, avadanlıq, tikinti obyekti. Əlbəttə ki, bizim kompüter olduğuna görə satın alma komissiya olacaq və OK düyməsinə sıxırıq. Bir dəfə sıxmayla belə bir pəncərə açılır və biz bu pəncərədəki olan lazımlı yerlərdə məlumatları doldurmamız lazımdır. Əgər mal alırıqsa, mütləq şəkildə biz ambarımıza seçməliyik və burada daxil oluruq 3 nöqtəyə və gəlirik cash flow ambarına və burada gördüyümüz kimi mal ambarımız var və onu seçirik. Yəni, bütün alacağımız və satacağımız mallar mal ambarından olacaq. Ambarımızı seçdikdən sonra təqvimi dəyişmək lazımdır. Bizim təqvimimizi də bildiyimiz kimi biz yatırımı 0101-ə qoyduğumuza görə gəlin indi fərz eləyək ki, biz ayın 10-u, yanvarın 10-u alırıq və bir şey qeyd edirəm ki, burada aylar dəyişə bilər və bu kompüterdən asılıdır. Məndə birinci ay, sonra gün, sonra il gəldiyinə görə mən bu şəkildə yazacağım 01 10-cu ay 2025. Ola bilər sizdə birinci iyul, sonra gün gələ bilər. Yəni, buna da diqqət etməniz lazımdır.
Ayımızı da qeyd etdiyimizdən sonra mən artıq seçirəm kontragen hissəsini. Bunun üçün 3 düymə olan hissəni sıxıram və burada cash flow hissəsinə daxil olaraq artıq yaratdığımız kontragenləri seçirik. Əgər burada kontragen yaratmayıbsınızsa, indi bu gələcəkdə olacaq ki, misal üçün siz yeni alış edərkən o zaman əlavə et düyməsini sıxaraq yeni kontragen yarada bilərsiniz. Onu indi yaratmırıq ki, vaxtımız getməsin. Onun üçün alış kontragenlərinə daxil oluruq və bizim bir kontragenimiz var, Samsung. Onu 2 dəfə klikləməklə görürük ki, müqaviləsi avtomatik olaraq düşdü. Əgər biz burada müqaviləni səhv seçsəydik, yəni alış müqaviləsi seçsəydik, o zamanı növünü səhv seçsəydik, o zaman burada müqavilə düşməyəcəkdi. Biz indi alıcı olduğuna görə tədarükçü müqaviləsi seçdik deyə avtomatik olaraq müqaviləmiz düşdü. Deməli, müqaviləmizdə heç bir yanlışlıq yoxdur. Əgər düşmürsə, deməli yanlışlıq var. Girib onu mütləq şəkildə düzəltməlisiniz kontragen hissəsindən. Əgər düşübsə, deməli heç bir yanlışlığınız yoxdur. İndi isə yuxarı hissəni doldurduğumuzdan sonra, yəni bu yuxarı hissə məlumat hissəsidir. İndi aşağı hissəsinə düşürük. Aşağı hissəsində də gördüyümüz kimi bizdə burada bir neçə pəncərə vardır. Mallar pəncərəsi, xidmətlər pəncərəsi, agent xidmətlər, hesablar, əlavə və hesab faktura pəncərəsi. Biz indi mal aldığımıza görə mal pəncərəsini dolduracağıq. Yəni bunun üçün bu hissəyə klikləyirik və aşağıda belə bir forma olur. Və bunun üçün plus olan hissəni, üstəgəlmə hissəni klikləyirik və artıq olaraq bizim nomenklaturamız aktivləşir. Biz burada istəsək özümüz əllə yaza bilərik. Yox, əgər burada rahatlıq əllə yazmamız, yəni malımız çoxdursa, o zamanı girib biz bu 3 düymə hissədən sıxaraq gəlib buradan mallar olan tavari hissəsinə daxil oluruq və öz papkamızı tapırıq. Şirkətimizin papkasına kliklədikdən sonra biz artıq görürük ki, bizim burada kompüterimiz var. Yəni biz əvvəlcədən yaratdığımız nomenklaturanı klikləyərək daxil edirik. Kliklədikdən sonra avtomatik olaraq gördüyümüz kimi uçot hesabı düşdü, ƏDV hesabı düşdü. Yəni uçot hesabı avtomatik olaraq 205 düşdü. Yəni bu da göstərir ki, biz nomenklaturamızı düzgün yerdə qeyd etmişik. Yəni əgər biz bunu tavari deyil, əsas vəsaitlər olan yerdə qeyd etsəydik, onda bu kod 205 deyil, 113 kimi düşəcəkdi. Buna da diqqət etməyimiz lazımdır. Deməli, nomenklaturada da əsas bu harda qeyd edəcəyin önəmlidir. Daha sonra biz burada nəyi dolduracağıq? Miqdarı nə qədər alırıq? Məsəl üçün qeyd edək ki, biz dedik ki, 223-dən alacağıq. Çünki bizim orada 35 minimiz var. İndi isə gəlin miqdar olan hissəsini qeyd edək. Miqdar hissəsinə də biz aktivləşdirmək üçün 2 dəfə klikləyirik. Mouse'umuzun sol düyməsini və bu formada aktivləşir və biz artıq nə qədər alacağımızı qeyd etməliyik. Biz bildiyimiz kimi bizim bank hesabımızda, yəni 223-ümüzdə 35 min pulumuz var. Ona görə də biz elə miqdar yazmalıyıq ki, son hesablanan qiymətlə o uyğun olsun. Ona görə biz gəlin təsəvvür eləyək ki, 10 dənə alırıq. Yəni small business-ik, yəni şirkətik. Ona görə də 10 dənə yazdıq və qiymətini də yazaq 500 manatdan. 500 manatdan biz 10 dənə kompüter alırıq və avtomatik olaraq məbləğ çıxdı, hesablandı. Yəni 5000 biz pul ödəməliyik. Və siz burada görürsünüz ki, ƏDV-miz bizim 18%-nə hesablandı. İstəsəz bunu dəyişə bilərsiniz. Yəni 0%-nə qoya bilərsiniz, biz ƏDV-siz qoya bilərsiniz və yaxud da ki 18%-nə. Biz indi 18%-nə hesablayaq ki, gələcəkdə onu artıq satanda ödənişində ƏDV ilə edək və ƏDV-də ödəniş etməyi də öyrənək. Və artıq avtomatik olaraq bizim üçün birisi avtomatik hesabladı ki, nə qədər bizim ƏDV borcumuz var və cəmi şəkildə 5000 manat pulumuz var və uçot hesabı da gördüyümüz kimi 205-ə artdı, çünki biz mal alışı edirik və ƏDV hesabımızda da 241-ə yazdı. Bir şey də qeyd edim ki, birisi heç vaxtı mühasibə uçotunda olduğu kimi biz bilirik ki,
241 o zaman aktivləşir ki, mühasibat uçotunda biz artıq ödəniş edirik və borc yaranır. Amma bir şeydə bu birbaşa göstərilir. Yəni ödəniş olunsa da, olunmasa da, ƏDV yəni gəlsə də, gəlməsə də bu 241-də göstərir. Yəni 245-də göstərmir. Amma mühasibat uçotunda biz əvvəlcə 245-ə atırıq, ondan sonra 241 eləyirik. Düzdür, bunu bir çox mühasiblər də 241 atır birbaşa, ondan sonra 521 ilə əvəzləşdirir. Amma bunu daha yaxşı öyrənmək üçün də 241-45 ilə öyrənmək olar ki, sonradan onu avtomatləşdirə bilərik. Yəni əvəzləşdirməsi 521 ilə rahat olur. Amma bir şey bizi avtomatik edir deyə biz görürük ki, burada 245 deyil, 241-ə atdı. Biz əlbəttə ki, bunu sonda ödənişlərdən tuta biləcəyik ki, yəni gələn gəlirdən ki, bizə nə qədər borcumuz var və sonunda biz əvəzləşməni edəcəyik. Və artıq bu hissədə olduğundan sonra biz xidmət deyil, çünki biz xidmət etmirik, agentlik xidməti də aid deyil, keçirik hesablar. İndi biz mal alışı edirik, yəni kimdənsə biz mal alırıq. Bunun üçün biz nə etməliyik? Kodumuzu yazmalıyıq. Əlbəttə ki, mal alışı edərsək, o zaman biz 531 yazırıq. 531 kodunu yazırıq ki, bu da tədarükçüdən mal alışıdır. Gördüyümüz kimi də bizim müqaviləmiz də tədarükçü ilə idi. Və biz 531-i seçə bilmərik. Mütləq şəkildə burada var ki, yəni qısa müddətli kreditor borcları, yəni manatla, sonra gəlir qısa müddətli və s. kimi və biz buna 01 ilə seçirik. Daha sonra avans gəlir. Bildiyimiz kimi biz əgər mal alırıqsa, mütləq şəkildə onu 243 ilə əvəzləşdirəcəyik, yəni avans edəcəyik. Yəni biz bunu qısa müddətli avans var manatla, qısa müddətli avans var, amma valyuta ilə, yəni dollar məzənəsinə 21-i seçsək və bu da ki, avans var şərti vahidlərlə. Bizə indi 01 ilə lazımdır, çünki biz öz ölkəmizdə alış-satış edirik, hələ ki gömrüyə keçmirik. Ona görə də biz manatla olanı seçəcəyik. Deməli, mal alırıqsa 531 0.1 yazmalıyıq. Avans yerinə də 241. Bir şeyi də yadınızda saxlayın ki, həmişə 5-in yanında 243 gəlir. 211-in yanında da gəlir 543. Yəni bu birləşməni də yadınızda saxlaya bilərsiniz. Bu həm də bizim elə bir 531-imiz kreditor borcumuz kimi də götürülür. Yəni gələcəkdə indi bu kreditor borcu kimi tanınacaq. Yəni bir şey yadda saxlayın ki, bir şey heç vaxtı nağd ödəniş olsa, heç vaxt onu birbaşa nağdlaşdırmır. Həmişə onu borc kimi yaradır, ondan sonra onu nağdlaşdırır. Yəni mütləq şəkildə biz onu 531 yazmalıyıq. O nağd olsa da, olmasa da. Belki şərh hissəsinə də yaza bilərsiniz ki, məsəl üçün Samsung, MMC, kompüter alışı. İndi misal üçün istəsə sayını da yaza bilərsiniz, istəsə məbləğini yaza bilərsiniz və s. kimi. Yəni şərh yazsa daha yaxşı olar, çünki bu gələcəkdə daha operativ, daha geniş məlumat almanıza köməklik edəcək. Daha sonra gəlir əlavələr hissəsinə. Əlavələr hissəsinə daxil olan nömrələrdir, məsuliyyətli şəxslərdir, kim onu gətirəcək, yük göndərən şəxsi istəsə qeyd edə bilərsiniz, yük alanı və s. kimi bu cür məlumatları daxil edə bilərsiniz. Sonra gəlir hesab faktura hissəsi. Hesab faktura hissəsinə əgər bizdə bildiyimiz kimi realda biz alış edərkən mütləq şəkildə hesab faktura olunmalıdır. Yəni biz bütün əgər bank əməliyyatları aparırıqsa, gələcəkdə vergi ilə əvəzləşdirilməsi üçün mütləq şəkildə qaymə kəsilir. Yəni hesab faktura formalaşdırılır ki, yəni nə qədər pul nəyə xərclənib. Əgər biz MMC şirkətiksə. Bunun üçün də əgər bizim hesab fakturamız varsa, buna klikləməklə burada hesab fakturanın seriyanın nömrəsini daxil etməliyik, tarixini, yəni nə vaxt daxil olunub, onu qeyd etməliyik, əməliyyat növünü qeyd etməliyik və s. kimi. Yəni əgər indi bizdə yoxdur deyə biz onu klikləmirik, amma mütləq şəkildə real iş mühitində onu yazmaq lazımdır. Yəni bu şəkildə biz artıq məlumatlarımızı doldurduq.
İndi isə artıq bizim heç bir məlumatı doldurmamıza ehtiyac olmadığına görə, yəni bir dəfə yoxlayırıq. Görürük ki, hər bir məlumatı düzgündür və istəsəz bunu yazmağı sıxa bilərsiniz. Yəni sonradan onu düzəliş edə bilərsiniz. Yox, əgər istəsəz OK sıxmaqla pəncərəni bağlaya bilərsiniz. Biz indi istəyirik ki, bu keçsin yaddaşa, amma biz ondan elə bir baxaq DTK-sına ki, görək debit tərəfi necədir və yaxud da ki, o hesab saldo hissəsində necə alış-satış olunub. Bunun üçün nə edirik? Biz bu gördüyümüz ox işarəsinə keçirmək hissəsinə toxunuruq. Keçirmə hissəsinə toxunmaqla artıq yuxarıda qeyd olunur ki, qeydiyyatdan keçirilmişdir. Yəni bu artıq kompüterin yaddaşına düşmüşdür. Daha doğrusu bir səhifənin yaddaşına düşmüşdür. Və düşdükdən sonra biz burada DTKT yazılan hissəsinə klikləməklə avtomatik olaraq biz burada məlumat hissəsini görürük. Yəni burada məlumatımız nədir? Bizdə məlumatımız dövrü, tarixini göstərir. Detal hissəsində 205-dir. Yəni bildiyimiz kimi biz mal alırıqsa, bizim 205-imiz detal tərəfindən artır və burada subkontur var ki, kompüter almışıq. Yəni məlumat göstərir ki, mal anbarından alınıb, kim tərəfindən alınıb və miqdarı göstərir ki, nə qədər pul vermişik, yəni 10 manat pul vermişik. Burada valyuta da göstərə bilər, amma indi bizdə bu təlim üçün olduğuna görə valyuta göstərilmir, amma real iş mühitində valyutası da göstərilir. Və sonra KT hissəsinə baxsaq, görürük ki, 531 hissəsi göstərdi. 531-dəki kreditor borcudur. Yəni burada artıq avtomatik olaraq kreditor borcuna hesabladı. Və kimdir həmin o kreditorumuz? Samsungdur. Alış müqaviləsini göstərdi, mallar və xidmətinin mədaxilini göstərdi və bu məlumatını göstərdi. Daha sonra artıq görürük ki, burada 2 dəfə təkrarlamayıb bu miqdarını. Çünki bildiyimiz kimi bizdə bir dəfə yazması kifayətdir və ümumi məbləği göstərir ki, bizim bu qədər məbləğimiz var və onun yarı hissəsi ƏDV-dir. Biz diqqət etsək, əslində bizdə burada 5000 elədik. Amma görürük ki, burada 5000 tam göstərmir, bizdə göstərir yarı hissəsi. Yəni 4237 manat 29 qəpik. Amma 762 manat 71 qəpini isə avtomatik olaraq ƏDV-yə hesabladı. Yəni biz indi klik qoyduğumuza görə ƏDV-ni elə bir böldü. Və burada da görürük ki, artıq ƏDV alışı da olub. Yəni 241-imiz də olub aktivləşdirilib. Yəni Samsungdan mal almışıq və gördüyümüz kimi burada artıq 241-45 deyil, 531-ə yazdı və həmin o ƏDV hesabında göstərdi ki, 762 manat 71 qəpiyimiz bizim ƏDV borcumuz var. Və artıq istəsək bunu biz 241 deyil, 45 kimi yazaq. O zaman biz bunu əl ilə düzəlişlər hissəsini toxunmaqla redaktə edə bilərik. Yəni dəyişə bilərik. Məsəl üçün toxunuruq və artıq burada həmin bu hissəni silib, misal üçün istəyirsiniz, əgər sizə rahat olsun deyə 45 yaza bilərsiniz. Yəni bu şəkildə avtomatik yes düyməsini sıxmaqla artıq bunu dəyişmiş oluruq. Amma tövsiyə edərdim ki, elə bu olduğu kimi qalsın. Çünki olarsa o zamanı siz daha yaxşı öyrənmiş olarsınız. Yəni bu şəkildə OK düyməsini sıxmaqla artıq biz kompüter alışı etdik və yenə OK sıxırıq ki, tam çıxaq. Gəlin indi bunu biz dövriyyə hesabında, saldo hesabımızda baxaq. Bunun üçün hesablara daxil oluruq. Dövriyyə saldo cədvəlinə daxil oluruq. Görək nə almışıq, nə satmışıq. Bu zaman hesabı formalaşdırmanı seçirik və artıq görürük ki, bizim əməliyyatımız artdı. Və burada artıq bizim əlavə olaraq 205 hesabımız açıldı və 241 hesabımız açıldı. Və onunla da yanaşı 531-imiz də açıldı. Gördüyümüz kimi burada 205-imizdə bizim debit tərəfimiz 4237 manatımız oldu. Və hələ də dövrün sonunda, yəni malımız anbarımızda var. Bu o deməkdir ki, hələ bizim malımız anbarımızdadır. Yəni onu alışını etmişik. Yəni bu qədər bizim malımız var və
ƏDV borcumuza da baxsaq, görürük ki, 762 manat 71 qəpiyimizdə debit tərəfində göstərdiyinə görə borcumuz var. Nə vaxt ki, bu burada olacaq, onda biz onu artıq 521 ilə əvəzləşdirəcəyik. Və sonra görürük ki, bizim 531-imizə baxsaq, görürük ki, bizim kredit tərəfimizdədir. Yəni bizim də elə bir kreditorumuza borcumuz var. Yəni nə qədər borcumuz var? 5000 borcumuz var. Və burada görürük ki, bizdə tam şəkildə göstərib, yəni bunu bölərək göstərmədi. Yəni 4237 manat 29 qəpik falan göstərmədi. Yəni bu da həm ƏDV, həm də malın borcundadır. İndi gələcəkdə biz alış-satış edən zamanı burada azalmalar olacaq və artıq hesablanma işləri aparılacaq.